Salam dəyərli izləyicilər, müğənni Rəqsanə İsmayılova barədə qərar verilib və məlumatda qeyd olunur ki, müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qəti imkan tədbiri 3 aya qədər uzadılıb. Bu barədə Sabunçu rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında qərar qəbul edib. Teleqrafın məlumatına görə onun barəsində olan ev dustaqlığı qəti imkan tədbiri mart ayına qədər artırılıb. Qeyd edək ki, Rəqsanə İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-sında barəsində həbs qəti imkan tədbiri seçilib. Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova dələduzluqda ittiham edilir. Araşdırmalarla müəyyən edilib ki, o 2 nəfər zərər çəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl zinət əşyalarını və 520.000 Amerika dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib. Xəbəri Teleqraf yayıb.